çəkdiyimiz azab əziyyətin bugünkü gündə Allahın dərgahında biz muğamlığa, kəndimizə, elimizə, obamıza çox ağır bir tarixi devir yaşadıq. Şəkidə göngül qiymətdə baxan muğamlı olaraq bir dənə təmiz adımızı götdük getdik. İstər çadırda, istər bağçada, istər məktəbdə, harada məşğullaşmamıza nasıl olmayaraq Ağdamlı adımızı, muğamlı şərəfimizi daim qoruduq. Ben buna göre siz analara minnettarım. Ona göre ki bu ağır tarixi devirde uşaqlarımıza təhsil verdiniz. Böyütmənini böyüttünüz. Köçürmənini köçürdünüz. Evləndirmənini evləndirdiniz. Ve bu 30 ildə vətənpərvər xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edən bu cür şəhidlər verdiniz. Ve belə gənc, muğamlı olanları gətirdiniz bu cahana. Rəbbim siz anaları qorusun ilahi dərgahında. Fəxr eləyək ki, muğamlıyıq. Ona göre fəxr eləyik ki, bizim kəndin zatı var, kökü var. Bəy kəndidir bu kənd. Bəylər olub. Xatın arxının üstündə 3 böyük bir dərman olub. Bu dərman, bu kəndə məxsus olan bir dərman olub. Bir özü Şelli, Qasımlı, Qaradağlı, Bağmanlar, Naxçıvənli, Pirzamanlı, Saybalı, Mərziliyə qədər bu kətlər gəlib hamısı muğamdan bəhrələnib. Taxıllarını üydüb, arpalarını üydüb. Bu kənd köhlü, nəsilli bir kətdir. Biz hamımız fəxr eləyək ki, muğamlıyıq. Şükürlər olsun Rəbbimin dərgahına. Allah Teala bizim kənd bağat muğamlı deyərdilər. Gözünü yum, əlini qaldır. Boy verirsə əlin hansısa bir meyvəyə deyərdi. Belə məsələ dönüldü. Bu kənddə bizim babalarımızın, nənələrimizin əli ilə bəhrələnmiş bir bağıdı, bağat idi. Gözəl torpaq, gözəl insanlar yetişdirir. Gözəl torpaq bizləri yetişdirir. Sizin hamınıza, hamımız bir-birimizə qurban olaq. Bizim kəndin özünə məxsus olan adət ənəzi olubdur. Toy olan hər hansı bir ailə xəbər olmuyor. Necə onun, mağarı qurulub, palazı yığılıb, qazanı gəlib. Onda toy yəsi görüb ki, 3 gün 3 gecə muğamlıda toydur. Kəndimizin özünə məxsus gözəlliyi olub, gözəl kişiləri olub. Birisi Yuxarkova, Soğmanlılar, Mərzililər, Muradbəylilər kimliyindən asılı olmayaraq bizim kəndin özünə məxsus gözəlliyi olub. Kəndimiz kənara çıxmıyor. Bir-birimizdən almışıq, bir-birimizdən vermişik. Qızlarımız da kətdən çıra çıxmayıb, oğlanlarımız da kət. Zaman bizi çox sınağa çəkdi. Birimiz Şirvanda, birimiz Mildə, birimiz Muğamda, birimiz Cənubda. Şükür Allah'ın dərgahına ki, bu 30 ildə bir ləkə gətirən, bir töhmət gətirən muğamlı övladının bir dənə pis səsi çıxmadı. Bundan fəxr eləyək. Bundan ona görə fəxr eləyək ki, sizin kimi anaların sayəsində balalarımızı bu cür tərbiyə elədiniz. Allah sizləri qorusun. Allah Teala bütün o dünyasını dəyişmiş bu 30 ildə, dünyasını dəyişmiş bizim rəhmətə gedənlərimizin hamısının ruhu şad olsun, məkanları cənnət olsun. Bugün bizim bax belə yığcam, belə kəndə yığılmamız, onların ruhu buradadır. Onların ruhu başımızın